Axşamınız xeyir olsun mənim əzizlərim. Bilirsiniz ki, son vaxtlar mənim jurnalist Səidə xanım Bəkir qızı ilə aramızda xoşa gəlməyən söz-söhbətlər baş verib. Və mən düşünürəm ki, biz hər ikimiz xanımıq. Bilirsiniz, açığı mənim bu, necə deyim, belə bir qalmaqalın içində olmağa mənim ehtiyacım yox idi. Bir də ki, mən məsələnin bu yerə gəlib çıxacağını heç gözləməzdim. Səidə xanım mənim haqqımda və yaxud mənim sənətimin haqqında hansısa bir fikir, tənqidi bir yanaşma olsaydı, mən Səidə xanıma heç bir cavab verməyəcəkdim. Çünki mən tənqidlərə açığam. Amma həyat yoldaşımın haqqında səsləndirdiyi fikirlər, alçaldıcı sözlər məni özümdən çıxartdı. Mən öz əsəblərimi cilovlaya bilmədim. Əsəbləşərək Səidə xanıma cavab verdim. Sonradan inanırsınız, həmin videoları izlədim. Yəni Allah şahidim olsun.